Ağlıma da gəlməzdi ki, mənim şam ağacım belə yeməli olar. Resepti hamıya göndərin ki, hər evdə olsun. Soruşsalar deyərsiniz ki, I am hungry soludur. Şəkər tozu və yumurtanı mikserləyib yumuşaq kərə yağı əlavə eləyirəm. Üzərinə ədviyyat qarışımları, vanil və bal qatıram. Ədviyyatlar isə darçın, yenibahar, mixək, çəhrayı istiot və azca kakao idi. Kövrək, amma ələ yapışmayan xəmir alınır. Resepti bir porsiya üçün yazmışam, təxmini 13-14 ədəd alınır. Mən isə 5 porsiya elədim. Yarım saat soyuducuda dincəldi, 5 mm qalınlığında yayıb qəliblə kəsirəm. İstikən ağacdan asmaq üçün dəlik açıram. Dekor üçünsə şəkər pudrasına yumurta əlavə eləyib, qatı məhlul halına kimi qarışdırıram. Bu aysingi gözə yar eləyirəm. Videodakı qatılıqda eləsəz əladır. Ordu kimi düzülən zəncəfilli adamlara aysinglə göz qaş çəkib, yarım saat qurumasını gözləyirəm. Lentalara keçirib başlayıram əsas məsələyə. Bu il yeni ilə uşaqlardan çox sevinirəm desəm inanmazsınız. Çünki evimizdəki ab-havanı Sapphire Events yaratdı. Hər detal çox zövqlü və istədiyim kimi alındı. Ev və tədbirləriniz üçün belə gözəllikləri bu işin qəhrəmanlarına gözəyumlu etibar eləyə bilərsiniz. İndi deyin görüm, bəyəndiniz I am hungry şam ağacını?